Sakit! Sakit! Məhkəmə iclası davam edir. Əyləşin. Biz bir neçə məsələni aydınlaşdırmalıyıq. Burada sorğular vardır. Müttəhim Gülnisə, siz, əriniz Hacı Abdullanı zəhərləməkdə ittiham edilirsiniz. Özünüzü müdafiə üçün nə deyə bilərsiniz? Ədalət məhkəməsinin qərarı sözlərinizin doğruluğundan və səmimiyyətindən çox asılı olacaqdır. Məncə, məsələ aydındır, cənab sədr. Müttəhim Gülnisə, demək siz öz günahlarınızı boynunuza alırsınız. Müttəhim Bəhram, qalxın. Siz əminiz qızı Pərini boğaraq qətlə yetirməkdə ittiham edilirsiniz. Özünüzü müdafiə üçün nə deyə bilərsiniz? Cənab sədr, mən ondan qabaq bir işi açmaq istəyirəm. Vəkil Kərim bəy, mən sizə söz vermirəm. Cənab sədr, müttəhim Bəhram naxoşdur. Rica edirəm ekspertiza təyin edilsin. Və təvəqqə edirəm ki, məhkəmə üzvlərini və burada toplaşan cəmaatı hadisə ilə yaxından tanış eləmək üçün mənə söz verəsiniz. Vəkil Kərim bəy haqlıdır. Biz hadisə ilə dərindən tanış olsaq yaxşıdır. Buyurun. Təşəkkür edirəm, cənab sədr, təşəkkür edirəm. Ağalar, mən baş vermiş bu bədbəxt hadisəni əvvəldən danışmaq istəyirəm. Bəhram. Ha? Sər. Bəhram. Nə fikir edirsən? Bilirsən Sərə, mən nə qədər fikir edirəmsə, bu əcayib hadisədən baş aça bilmirəm. Mənim əmim əlindən yaxşılıqdan başqa bir şey gəlməyən mömin bir adam idi. Fəqirlərə 100 minlərlə ehsan edib, bütün şəhəri mərhəmət və səxavətinə heyran etmişdi. Heç kəsə pisliyi keçməmişdi. Belə bir adama zəhəri kim vermiş? Və nə məqsədlə vermiş olduğunu anlamaq doğrudan da çətindir.
Bəhram. Mən görürəm ki, sən daima əminin fikrini eləyirsən. Daha iş olub keçib. Mən çox güman edirəm bu iş səhvən olan bir işdir. Mənim atamın bir düşməni yox idi. Olub keçib. Zara, mən sənin üçün qorxuram. Mənim üçün? Mənim üçün niyə qorxursan? Atam ölübsə, sənin canın sağ olsun. İndi mənim ümidim bircə sənsən ki, səni sevəndən sonra hər şeyi unutmuşam. Elə bilirəm dünyada bir sənsən, bir də mən. Elədir Zara. Sadə xilqət səni mənim üçün, məni sənin üçün xəlq etmişdir. Acaba mən qorxuram. Qorxuram ki, sənə zəhər vermiş olalar. Necə? Mən qorxuram ki, bir gün atana zəhər vermiş adam sənə də zəhər verir. Sən qorxma. Sən qorxma. Mən gecə gündüz pərvanə kimi sənin başına fırlanacağım. Sənə gələcək bəlaları sinəmlə qarşılaram. Sənin xoşbəxtliyin mənim həyat və saadətim deməkdir. Qorxursan ki, mənə də zəhər verərlər? Yox. Vallahi sən səhv edirsən Bəhram. Mənim atamın düşməni yoxdur. Mən də ki, bir kəsə bir şey edəcək ürəyə malik deyiləm. Bəhram, atam üçün qüssə edəcəmdən qorxursansa, o da nahaqdır. Sən ki mənim yanımdasan. Nə qədər dərdim olsa, səni görən kimi hamısını unuduram. Zara, nə qədər gözəldir sənin kimi bir gözəli sevmək və ona sevilmək. Sən insan deyilsən. Sən bir gözəlliyin mücəssəməsin. Bir xoş xasiyyətli mələksin. Odur ki, mən daima səninlə görüşəndə qorxuram. Niyə? Bir-birimizlə görüşəndə kənardan bir nəfər bizi seyr eləyərsə, hər ikimizin üzündə bir eşq qızartısı olduğunu açıq-aşkar anlar. Hərçənd biz bir günah iş görmürük. Amma Bəhram, hər halda Gülnisə mənim analığımdır. Bir tərəfdən atamın ölməsinə mükəddər olmuşdu. İndi də bizi məhəbbətlə şən görərsə, daha da mükəddər olacaq ki, güya mən atam ölən kimi tez məhəbbət bəsləməyə başladım. Daha o nə bilsin ki, biz çoxdan bir-birimizə aşiqik. Zara. Zara, mən səni sevirəm. Sən məni. Kimsə bizi bir-birimizdən ayıra bilməyəcək. Bəhram. Bəhram. Görəsən bizim həyatımız nə vaxt birləşəcək? Daha səbr edə bilmirəm. Mən birazdan Pərini görüm. Ona deyim ki, yavaş-yavaş Gülnisəyə desin. Pəri mənim ögey bacım isə də, mən onu doğma bacıdan artıq sevirəm. O da bizim məhəbbətimizi bilir. Güman eləyirəm Gülnisə də bizə mane olmaz. Zara, doğru deyirsən. Birləşməyə zamanımızdır. Yadındanmı? Mən səni öz eşkimi bəyan eləyəndə, əmi oğlu, mən də səni sevirəm deyə mənimlə əhd elədi. Əlbəttə, əlbəttə Bəhram. Ürəyin parçasıdır. Bəhram, görürsən mənim çiçəklərim necə gözəldir. Vallahi bu çiçəkləri özümdən çox istəyirəm. Özüm əkmişəm, özüm bəsləmişəm. Dünyada sevdiyim bir sənsən.
Bir de bu çiçekler. Behram, senin de böyle güzel çiçeğin var mı? Var. Var. Sen benim güzel çiçeğim. Bu çiçekler onlara güzeldi ki. Onları senin gibi bir çiçeği besleyeyim. Gelim su getirim güllerimi verim. Ne kadar sevimli. Ne kadar hoş ahlak. Ama Saranın çiçekleri doğrudan da güzeldi. Yəqin bunları məndən də çox istəyir. O mənim yolumda hər şeyi fəda etməyə hazır. Çiçəklər, çiçəklər. Nə qədər sizin o qırmızı ləşəklərinizlə mənim Sarıya və Saranın mənə olan eşq təranəsi əks olunur. Əbdül! 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 Gülnisə, Pəri, ögey ana, ögey bacı. Neyse mənim bu hiləgər insanlardan heç gözüm su içmir. Həmişə onlarla qarşılaşanda elə bil ürəyimdə bir hiss mənə qorx onlardan. Qorx deyir. Ne kadar sağ. Bu çiçekleri bak böyle teravətli saklayacağım. Çünkü bunlar bizim eşkimizin şahididirler. İşimizin şahididir. Vay o zamandan ki bu güller soldu. Demeye o zaman ben de yokum. Sara, Erdin'in bahçede güllere su verir. Seyretmeye gidersen. gedərəm. Ancaq orada da gülləri yox. Səni seyredəcəm. Gidin. Gidin. Eğer sizin eşkinize çiçekler şahittirse, mən də şahidəm. Mən də şahidəm ki, necə ki ananı vərəmlədib öldürdüm. Ərini əlindən aldım. Necə ki atanı zəhərləyib öldürdüm, malını əlindən aldım. Eləcə də səni. Sevdiğim Bəhrəmdən ayırıp kızım Pərini ona verəcəyəm. Atanın bütün malı sənə ögey bir kıza değil, mənim öz doğma kızım Pəriyə qalacaq. Sadelöf kız elə bilir ki, mən atasının ölümündən çox mükədder olmuşam. Daha demir ki, atasının dilinden 40.000 manatlı veksel düzeltmişler. O da pullarım oğrulara kısmet olmasın diye hamısını qəpiyinə qədər mənim adıma saldırıp özü Mekke'ye gitti. Oradan gelenden sonra yarımca manatlık zəhərə fəda olup gitti. Mən içeri girmek istəyəndə qulağıma hacının zəhərlənmə söhbəti dəydi. Daxil olmağa cəsarət etmədi. İndi mən elə etməliyəm ki, Bəhram ilə Sara təklikdə görüşə bilməsinlər. Bəhram evə gələn kimi Pərini onun yanına göndərməliyəm ki, danışıb sevişsinlər. Əbdül!
Əbdül! Bəli, xanım. Əbdül, Bəli. evləri süpürmüsən? Bağışlayın, xanım. Bağçada çiçəklərə su verirdim. İndicə süpürərəm. Çox. Hə, bura bax. Sənə tapşırıram. Gərək Bəhram ilə Saranı təklikdə danışmağa qoymayasan, ha? Onları tək bir yerdə görən kimi gedib bir bahanə ilə yanlarında dayan. Əgər sənin işin olsa, onda mənə xəbər elə, bildin? Baş üstə, xanım, baş üstə. Hə, əvəzində sənə bəxşiş verəcəyəm, eşidirsən? Vay olsun halıva ki, əgər mənim Başa düşürəm, xanım. Dediklərinizin hamısını lap yaxşı anlayıram. Çox gözəl. Sən ağıllı olduğun üçün bilirdim ki, mənim sözlərimi tez anlayacaqsan. Çox gözəl, çox gözəl. Ah, dünya üzünün iblisi. Arvadın üzünə baxanda deyirsən ki, özündən gözəl, xeyirxah adam yoxdur. Amma bilsəydilər ki, onun ürəyində nələr var. Rəhmətli hacının birinci arvadı, elə bilərdin ki, heç bu dünyanın adamı deyil. Gülərüz, xeyirxah, hamıya kömək edər. Amma heyf ki, rəhmətə getdi. Özünə bənzər mələk xasiyyətli qızı Saranı da, məni də saldı bu iblisin əlinə. Heç bu insafdandır ki, mən Sara kimi mərhəmətli bir qıza mane olub, əcinliyə bənzər pəriyə kömək eləyib. Halbuki Sara məni lap uşaqlıqdan bir ata kimi, mən də onu öz balam, öz qızım kimi sevmişim. Oy, Əbdül, Bəli, xanım, hələ sən buradasan. bu saat gedirəm, xanım. Get Bəhramı tap, de ki, xanım çağırır. Baş üstə, xanım. Tamah, insanı hər şeyə vadar edər. Hətta cinayətə də. Neyim? Bir yandan qızım Pəri Bəhramı istəyir. O biri yandan da işlərin üstünü örtmək lazımdır. Hacının öz pullarını mənim adıma saldırdığına 2 nəfər axund şahiddir ki, onları da mən hələ indiyə kimi yola gətirə bilmirəm. Nə olsun? İndiki devlətin, pulların hamısı mənim əlimdədir. Onlarla hər şey etmək olar. Sara, Bəhram heç nə edə bilməz. İstəsəm, hər ikisini bu saadətdən çıxararım. Odur. Bəhram özü də gəlir. İndi yavaş-yavaş onun qulağını doldurmaq lazım. Bəhram. Salam əmi gəlin. Salam. Halım məxşuşdur. Nə olub məyər? Heç elə bir şey yoxdur. Bəhram. Əmim vəfat elədisə, Allah rəhmət eləsin. Heç qəm eləmə. Onun yerində səni öz balasından çox istəyən əmin arvadı var. Allah sizdən razı olsun əmi gəlin. Vallahi, mən elə səni əvvəldən özümə oğulluğa götürmüşəm və ümid eləyirəm ki, sən də mənə oğul olmağa razılıq verib sözümdən çıxmazsan. Bu nə sözdür ki əmi gəlin? Siz elə mənim anam yerindəsiz, elə anamsız. Vallahi.
öz balam üçün nə qədər fikir eləyirəm. Sənin üçün də bir o qədər fikir eləyirəm. Dünən axşam yenə də sənin fikrimi eləyirdim. Deyirdim ki, daha başını yığasan bir yerə. Allaha şükür ağlım, dərsin, əmivin də, dövlətin. Onları da saldırıram sənin adıma. Əm qızımın da parmağına bir üzük keçir dərsən. Sara'nın Nə təfavütü var? Hər kimin olursa olsun. yaxşı əmi gəlini. Mən sizin sözünüzdən çıxmaram. Nə vaxt hökm edərsiz, mən hazıram. Ay, Pəri, gəl bu yana qurba. Qorxdum, qorxma qardaşım, gəl, otur bu oyuna qurban, otur. Bağışlayın xanım. Dünən çağırtdırdığınız Kəblə Fərəcullah Axun gəlir. Yaxşı, de gözləsinlər, bu saat gəlirəm. Başla xanım. Nədən utanırsan ay bala? Qorxma boyuna, aman qurban, qorxma. Öz əmin oğludur. Artıq sənin də ərə getmək vaxtın gəlib çatıb. Otur bu saat gəl. Mən də sizinlə getsəm olar mı? Yox, siz oturub söhbət eləyin, mən bu saat gəlirəm, bu saat. Əmi gəlini, Yaxşı, istəyirsənsə qapıya qədər gəl, sonra yenə qaydarsın. Gəl boyuna qurban olum sənin, gəl. Otur bu saat gəl. Mən ərə gedəcəyəm. Belə bir gözəl oğlana, başqasına yox. Bəhram! Pəri, sən buradasan. Pəri, gəl gedeyim bağçaya. Elə yaxşı havadır ki, insan ruhu üçün. Bəhram anam çağırtdırdı, mən tək qalmışım. Mən biraz naxoşam. Sara, sən get. Mən getməyəcəyəm. Get. Sara, anam ilə danışdın? Bacım, mən onunla nə danışa bilərəm? Amma sən Allah, əlindən gələn qədər öz bacımın xoşbəxt olması üçün çalış. Yaxşı? Yaxşı. Pəri, gəl gedib bağçaya, hə? Valla başım ağrıyır. Sən get. Bəlkə mən də gəldim. Yaxşı. Sara! Pəri! Gələndə Bəhramı da özünlə gətir. Yaxşı? Yaxşı. Get. Bacın sənin xoşbəxtliğin üçün çalışacaq. Bəhramı sənə verəcək. Bəhram kimi gözəl bir oğlanla əl çəkmək mi olar? yəqin mənimlə Sara barəsində danışırlar. Onun üçün də məndən gizli söhbət edirlər. Yox, mən nahaq yerə ondan şübhələnmişim. Dünyada ondan gözəl insan yoxmuş. Bəhram! Bəhram, görürsən mənə nə deyir? Deyir, ərə getmək vaxtın. Vallahi elə utandım ki. Doğru deyir. Bilirsən, ana öz övladının fikrini hamıdan artıq çəkir. Bilirəm. Fəqət ərə getmək yasanmı? Yox. Mən heç bir zaman ərə getməyəcəm. Gedəcəksən Pəri, gedəcəksən. Səbr elə. Bəhram! Hə? Bəhram, gül dövrəsini
tikanlar bürüdüğü halda bülbül ona yanaşabilir mi? Ha? Neçə? Deyirəm, ayu, şən üzərini örtersen. Pervaneler Şam'a yakın gelebilir mi? Sən nə demək istəyirsən ki? Mən heç nə anlamadım. Niye bilmirsən? Deyirəm, biyabanda vəhşi səyyad olarsan. Ahular azad biyabanı gezebilir mi? Yine anlamadım. Öyleyse onda koy aşikar edeyim. Behram. Yusif zindan zulmetini kabul edersen biçare Züleyha öz aşkına ümit edebilir mi? İndi düştün. Niye danışmırsan? Vallahi mən heç bilmirəm ki, sən nə danışırsan. Behram. Behram. Ben necə ərə gedə bilərəm? Yox, mən heç bir kəsə ərə gedə bilmərəm. Bilir misən ərə getmək üçün nə lazımdır? Lazımdır ki, mənim kimi bir qız, sənin kimi bir oğlanı sevsin. Elə deyilmi? Əlbəttə, əlbəttə. Ancaq bilirsən, Pəri, istədiyini sevə də bilərsən. Amma Behram, mən kimi sevərəmsə, məni alar mı? Əlbəttə. Əlbəttə alır. Pulunuz, gözəlliyiniz əlbət ki alır. Eləysə, Behram, mən səni sevirəm. Məni alarsan mı? Niçin? Məni? Bəli, səni. Mən səni sevirəm. Səni istəyirəm. Mən Sarıya aşığım. Sən ki bunu bilirsin. Məhəbbətdən danışdığın bir halda məhəbbətin nə olduğunu bilirsən, illərlə yanan bir məhəbbət şamını söndürməyi mi istəyirsən? Yox Pəri. Yox. Mən ancaq Sara sevə bilər. Və mən də ancaq Saranı sevə bilərəm. Behram! Behram! Nə cür istəyirsən istə. Fəqət ola bilər ki, qəza sən istəyən istəməsin. Zor ilə, çığırtı ilə mi qəzanı geri qaytaracaqsan? Onu da yaxşı bil ki, qəzanı qol qüvvəti ilə geri qaytarmaq olmaz, Behram. Söylediğin o illərlə yanan şamı şiddetli bir rüzgar eserse söndürer. Sen hiç hiddetlenme Behram. Yox! Səhv edirsiniz. Rüzgar ancaq piydən düzəlmiş şamları söndürə bilər. Fəqət məhəbbət şamını söndürə bilməz. Bir şəm ki haqdan yanar, heç badilə sönməz. At başından o fikirləri, çıxart qəlbindən o xülyaları.
bütün kainat cilvelənib, fələklər sərəngül olsa da, mən səni almaram. Və ala da bilmərəm. Bu cür qışqırmağın məncə nahaqdır. Əqlini cəm et. Onu da yaxşı bil ki, sən bu evdə xidmətçi kimi bir şeysən Bəhram. Nə? Mən öz əmimin evində xidmətçiyəm? Xeyr, yenə də səhv edirsiniz, Pəri xanım. Mən xidmətçi deyiləm. Mən bu evdə əmim qızı Saranın pasibanıyam. Sənin əminin evidir, mənim atamın. Pəri! Bu evləri əmin sənə tapşırmamış. Səni də yaxşı tanıyıram, Saranı da. Sara, sənə qalmayacaq. Amma axırda sənə qalan, sənin dərdinə yanan yenə mən olacağım Bəhram. Çəkil. Uzaqlaş məndən. Göyün qübbəsi qopub külləyi əzrə toqquşsa, yalın qılınclar sümüklərimə çarpılıb, iniltisi dağlarda əks olunsa, bütün yer üzü qaranlıq bir məzaristana dönüb, bəşəriyyət məhv olaraq yer üzündə, bir sən, bir də mən qalmış olsam, yenə də Sara'nın məzarını qucaqlayıb orada ölərəm. Amma sənin kimi öz bacısının məhəbbətinə xəyanət edən bir qızı almaram. Almaram. Əbdül! 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 Bəli, bəli xanım. Salam verin. Salam verin. Salam verin. Ay Əbdül, Bəli. get Saran bura çağır. Baş. Tez elə. Mən bilirəm, Sara razı olmayacaq. O Bəhramdan əl çəkməyəcək. Ancaq yenə bir özündən soruşaq görək nə deyir. Kişi Sarı nə ittir ki bir ondan da soruşaq, hə? Mən razıyam, biz sana. Hirslənmə. Bir özündən soruşaq görək də. Bəlkə dilə tutub razı saldı. Ağzı nədir razı olmasın? Biz ondan xala xətrin qalmasın deyə soruşarıq. Yoxsa ona kim qulaq assın? Ona söz yox. Əlbəttə ona qalsa razı olmayacaq. Razı olmayacaq. Çox bədəbid eləsə, ipi sallam boğazına, tullaram quyuya. Nə dili bilər, nə dodaq. Sonradan 2 nəfər şahiddir. Onlara da inandırıram ki, Sara evdən gedib gəlməyib. Hər şahidə də 3 manat verərəm, qurtarar gün. Gəl. Gəl otur qızım. Otur qızım, otur. Otur. Sara, bilirsən nə var? Biz səni Hüseyin ağanın oğlu qurbana vermişik. Hə, bir gün kəbin kəstirməyə gedəcəyik. Gəldik ki, sənə deyək, sən də hazırlaşasan. Yəqin razıdır. Sevindiyindən ağlayır, dinmir. Mənim qızım ağıllı. Əlbəttə. Ağıllıdır. Heç böyük sözündən çıxmaz. Elə deyil mi qızım? Ben size o gün dedim. Ben Behram ile her uşaqlıqdan bir yerde olduğum için ondan ayrı yaşayabilmərəm. Necə? Nə dedin? Ben qurbana gitmeye, Sonra. ben qurbana gitmeye razı değilim. Razı değilsən. Anacığım. Həmzə dayı.
Ana, mənə rəhm edin. Səni bir dərdə salaram ki, özün də afərin deyərsən ha. Bura bax, gül kimi dayı oğlumu qoyub, səni itin birinə verir. Hər nədirsə, mənim ürəyim onu sevir. Mən ona verin, qoyun, mən gün görməyim. Kes sesini ayarsınız! Kes sesini! Vaxtlar ki, anan, ben razıyam, vesselam! Sen ne geret edirsən? Mən qurbana getməyəcəm. Yetməyəcəyəm. Günahdan azadma baxmana. Vallahi heç kəs bilməmiş, səni aparıb diri-diri qəbrə salaram. Ana! Çıx! Çıx! Yasız! Səni neçin? Qəşi biz təbin kəsdirərik. Düzələr, düzələr. Düzəlməz, bayaq elə özün dediyi kimi. Doğrayarıq, aparıb atarıq dərənin birinə. Gəl indi gedək biraz paltardan daddan alaq, sonra da gedərik Axundun yanına. Bu saat görür. Vay! Ay, Əbdül, Əbdül. Ayıb olsun sən. Əbdül. Qulaq asasan. Əbdül. Gediyə tapşır ki, bura heç kəsi bıraxmasın. Saran da bu evdən bir yana getməyə qoymasın, ha. Başla. Əgər Sara bu evdən qaçsa, gəlib atanı vururum, ha. Özün de birazdan gələrsən bakkal Necəfin dükanının qabağına. Sənin işin var. Hə? Cehalet, cehalet. Senden daha neler gözlemek olmaz. Yeryüzünde bir cev Müslümanlar için mi yaratmışsın? Zalim! Senin tesirindir ki ortalıktan hak, adalet, Kur'an, kitap, şeriat götürülmüş, hamısı bir kenara atılmıştır. Budur, bir zalimi meramine yetirmek için iki cavanı yeryüzünden silmek istəyirlər. Koyma ya Rəb zalimi bir kimsəni xar etmeye, bir kese zulm eyleyip derde giriftar etmeye. Sen Allah, git Behram'ı harda olsa tap diye buraya gelsin. Bu saat kızım, bu saat. Aman Allah. İllərlə ürəyimdə bəslədiyim ümidləri məhv etmək istəyirlər. Ah, keçən günlər, keçən dəqiqələr. İndi zülmlə bizi ayırmaq istəyirlər. Amma sən bir xəbərsən Bəhram. Yox. Qoy məni öldürsünlər. Amma mən heç vaxt səndən ayrılmaram. Mən elə vicdan sahibi deyiləm ki, hələ keçmiş günlərdən sonra səni atım, qeyrisini tutam. Hardasın? Hardasın Bəhram? Hardasın? Sara. Ağlama. Ağaz. Meğer Behram benden artık ceyildi. Ha? El oğlanların tim başı 50'sini döyərəm. Pul istesen, mən də. Adam öldürmək desin, mən də.
İtdi istəsən, mən də. Oğurluq doğurluq desən, o da məndən. Day onun məndən nə yaxşıdır ki, belə bir şeydən ötürü ağlayırsan da. Ha? Adam axmaq olmaz. El oğlanların onu tutup vururam baş başa, başı partlar. Qurban, mənə rəhm et. Məni Bəhramdan ayırma, qurban. Hı? Necə? Nə dedin? Yine Behram'ın sözünü danışırsan. Sonra bura gel. Ay kız sana dedim Mənə bak. yaxın gəlmə. Kanımı karartma. Sana deyirəm bura gel. Uzaq məndən. Bir insan ki oğurluqla, adam öldürməklə fəxr edər. Mən onunla yaşamağı özümə alçaqlıq bilirəm. Sözünü kes. Kəsməyəcəm. Hərgah səndə insaf varsa, öldür məni bu bəladan qurtar. Bəhramdan ayrılmaqdansa, ölüm yaxşıdır. Daha kim oğlanlar mənim? Mənim qabağımda qorxudan titrəyirlər. İndi sən mənə belə söz deyirsən? Bəhramdan ayrılmaqdansa, ölüm yaxşıdır. Dilini kes. Kəsməyəcəm. Dilini! Bırak! Şimdi beni tut. Mənəm, Behram, sensin. mənəm. Senin ne ihtiyarın var? Bu otağa gelmişsen. Bura mənim əmimin evidir. Mən uşaqlıqdan bu evdə böyümüşəm. Daha senin bu otağa gelme ihtiyarın yoktur. Ne üçün? Çünkü Sara özgesinindir. Çık bayrağa. Çıxmıram. Sana diyorum ki... Bayram. Əlimi özü əyir. Sen anası. Ne demek istiyorsan? Demək istəyirəm ki, Saranın adını çəkmə. Sesimi kes. Kurbana başına dönüm. Onlar birbirini sevirler. Ve onları birbirinden ayırmak günahtır. İki cavanı bedbaht dinleme kurban ağa. Ne? Ahmak oğlu ahmak. Burada ne günah var? Kız da o da istiyor. Ben. O alanda savab oldu. Ben alanda günah. Ay canım, Ne zehirim var canım. Babının bir babı gelip indi bizim için vekillik edecek. Behram, bir söz sana deyirəm. Mənim də inatda əlim var. Sara ya mənim olacaq, ya da hər ikiniz qəbrə gedəcəksiniz. Gedək kurban ağa, gedək biraz istirahat elə. Gedək. Bəhram, bir çare tap Bəhram. Sakin ol. Sən razı olmasan səni zorla ərə verəcəklər. Bəli, güclə mən razı olmağa məcbur edirlər. Qapılar üzümə bağlanıb. Məni burada məhbus saxlayıblar ki, kimsə ilə danışa bilməyim. Əzizim, elə iş ola bilməz. Axı onlar bilirlər ki, biz bir-birimizi sevirik. Bizi bir-birimizdən ayırmaq olmaz. Bugün Gülnisə ilə Həmzə məsləhət qoydular ki, məni qurbana versinlər. Mən çox yalvardım, olmadı. Hər kəlmə üçün məni söydülər Bəhram. Sara, əzizim, belə iş ola bilməz. Buna Gülnisə razı olmaz. Yox, sən bilmirsən. Mənə zülm edirlər Bəhram. Yaxşı. Mən indi gedib onlarla danışarım. Geçdi. Nə? Geçdi Bəhram. Biraz bundan qabaq Gülnisə ilə Həmzə Axundun yanına getdilər. Axundun yanına getdilər. Yaxşı, bəs biz nə edirik, Sara? Sakit ol. Mən bu saat gedib Axunda sənin razı olmadığını bildirirəm. Bu saat. İlahi, sən özün bizə kömək ol.
Nəcəb Bəhram belə gec gəldi. Nə vaxtı gözləyirəm, dərdim onu deyim. Mənim ki ondan başqa bir kəsim yoxdur. Ey Rüzgar, səndən nələr gözləmək olmaz. Bu ev mənim atamı. Mən bu evdə xanım olduğum halda sonradan gəlmiş bir arvad səni necə olubsa bilmirəm. Ancaq məlum olur ki, hər bir şey Gülnü sənin adına imiş. Mənim atamın heç bir şeyi yox imiş. İndi mənim Bəhramdan başqa xeyirxahım yoxdur. O məni tutmuş. Mən də onu tutmalıyam. O ac qalarsa, mən də ac qalaram. Yox. İstəmirəm o dövləti ki, məni Bəhramdan ayıracaq. Niyə bu Bəhram gəlib çıxmadı? Bəlkə başına bir qəziyə gəlir. Bəhram, Ah, Sara. Yəqin məni çox gözləmisən. niyə belə gec gəldin? Bilmirsən, sənsiz darıxıram. Əyləş. Nursel'in yanına gitmiştim. Gitmiştim ki bazı məlumatlar alım. Belə məlum olur ki 4 milyona kadar puldu. Excel vərəqəsi doğruymuş. Ancaq məhkəməyə düşərsə bu iş, iki axunun şahidliyinə inanarlar mı? Hələ bu bir yana. Axundlar ömürlərində məhkəmə görmədiklərindən məhkəməyə getməkdən qəti surətdə imtina edirlər. Bilirsən Bəhram, var dövlət olmasa da mənim üçün heç təfavütü yoxdur. Lakin Gülnüsə bu evdə mənə gün vermir. Deyir ki, güya mən burada qulluqçu kimi saxlanmışam. Mənə də nökər deyirlər. Haqları da var. Çünki hər şey Gülnü sənin adınadır. Elədir Bəhram. Onlar bizi də bir-birimizdən ayırmaq üçün min bir hiylə qururlar. Əvvəlcə üstümə əyyaş qurbanı saldılar. Xudanın kəramətinə şükürlər olsun ki, o öz əyyaşlığı üzündən özü kimi birisinin gülləsinə can verdi. İndi də qorxuram. Qorxuram Bəhram. Qorxuram onlar bizi bir-birimizə həsrət qoysunlar. Doğru deyirsən Sara. İndi də mənə evlənməyi təklif edirlər. Amma sənə yox. Bir qeyrisinə. Kimə? Niyə sürsən? Hə? Mənə təklif edirlər ki, Pərini alım. Kimi? Pərini? Pərini mi? Bəli, Pərini. Yoxsa mən bu evdən çıxmalıyam. Bəhram. Bəhram. Özün bilirsən. Mənim bu dünyada heç kəsim yoxdur. Mən ancaq səninlə fəxr edirəm Bəhram. İndi hər nə cür edirsənsə, mən də sənə tabi olmağa hazıram. Bilirəm Bəhram. İndi sənin heç nəyin yoxdur. Unutma. Mən günlərlə ac qalmağa hazıram. Hər ya səni bu evdən qovmaqla təhdid edirlərsə eybi yoxdur. Sən ac, mən də ac. Gedək.
El ele verib işləyək, yaşayaq. Səadət burada deyil. Mənim səadətim sənə bağlıdır, Bəhram. Sakit ol. Sakit ol Sara. Doğrudur. Maldan elini çıkarsa canın sağ olsun. Onlar səni atdılarsa mən varam. Mən səni atmaram. Vallahi Bəhram. Sən olmasa mən bir dəqiqədə bu dünyada qala bilmərəm. Mən ancaq sənin üçün yaşayıram, Bəhram. Ay bala, biraz yavaş danışın. Gülnisə yan otaqdadır. Bəhram. Sən bilirsən ki, mən bir ürəyi açıq, sadə döv adamam. Ancaq bunların bu hərəkətini görəndə bədgüman oluram ki, bəlkə atamı da Gülnisə zəhərləmişdi ki, pulları özünə götürüb, pərini də sənə versin. Sus. Sakit. Mən də şübhələnirəm onlardan. Ancaq səbr etmək lazımdır. Səbr etmək lazımdır Sara. Hər iş düzələr. Sən git. Arxayın git. Sağ ol Bəhram. Allah səni mənə çox görməyib. Məni köməksiz qoymasın. Sağ ol Saracığım. Belə də iş olar. Milyonlarla pulu iki arvad əlimizdən alıb bizi evdən qovsun. Evdən çıxıb xidmət edərəmsə çox alacağım 40-50 manat. Bundan bizə nə olacaq? Yox. Burada bir iş var ki, bir yol ilə Pəriyə yaxınlaşmalıyım. Pulları ələ keçirmək üçün. Sonra əvvəlki halımda yenə bərqəramam. Madem ki bu dünyada insanlar öz məqsədlərinə yetmək üçün 1000 cür hiylə işlədirlər. Bəs mən niyə hiylə qarşısında hiylə işlətməyim? Deməli belə də olacaq. Hələ birinci gündür ki mən Pəriyə yumuşaq dolanıram. Deməli belə də olacaq.